Salam əziz və hörmətli dostlar. Xoş gördük. Umaram ki, keyfiniz sazdır. Ürəkləriniz də şaddır. Sizə Allahdan şadlıq arzulayıram. Ay rəhmətli Dr. Rza Bərahəni Allahın rəhmətinə getdi. Bir uzun zaman eşitdiyim qədər məriz idi. Xəstəxanada idi və dünənləri xəbər aldıq ki, Allahın rəhmətinə gedibdi mən olan şəhərdə. Mən tanıdığım adamların içində, məsələn, deyək ki, mən neçə min adam tanıram üst-üstə. Birazı Azərbaycanlı, Türkiyəli, Quzey Azərbaycanlı, Güney Azərbaycanlı, Qəşqaylı, Türkəmən və Fars və Kürd tanıram. Ərəb dostlarım da çoxdur. Amma bunların içindən bir 10 nəfər desəm ki, mən hörmətim sonsuz idi. Onların 10 nəfərin içində Dr. Rza Bərahəni idi. Allah qəni-qəni rəhmət eləsin. Dostların bəzisi nəqd ediblər ki, bu adam Fars dilində yazıb, Türk dilində. Hətta mən bugün bir komment oxudum, yazmışdı ki, xiyanət eləyibdi. Adamlar çox nə rahat bu xiyanət sözünü işlədə bilirlər. Dostlar, bu iki biri öz dilində, ana dilində yazar çox önəmlidir. Və bizim kimi millətə ki, öz dilindən məhrumdur, önəmi çox-çoxdur. Amma bu anlamda deyil ki, əgər biri öz dilində yazması xaindir. İndi fikirləyin ki, bizim bir yazarımız ola, İngilis dilində bizim durumumuzu yazar. Elə rəhmətli Rza Bərahini əlbəttə, özü Bərahini deyibdi. Rza Bərahininin Əyazın tərcümə eləyə İngiliscə yazar. Bu Azərbaycanın nağıllarıdır. Mən bu günləri rəhmətli Bərahininin dostlar çox sağ olsunlar. Oğlunun səfəsinə gediblər və bir çox şeirləri götürüblər, yayıblar. O cümlədən Əli Rza Fərşid cənabları bu zəhməti çəkibdi. Mən də onun səfəsindən həm oğlunun səfəsini tapdım, həm də ki, şeirlərinə qulaq asdım. Mən bir canlı, çoxlu Dr. Bərahininin çoxlu cələsələrində oldum. O zaman ki, burada bir şəhərdəydik. Və hətta bir zaman bizə roman və nəql demağa çalışdı. Ölkədə ki, biz nə tür roman yazaq. Zalibdir, çox təəssübü var idi ki, türk danışsın bizlərinə. Və onun şeirləri, düşüncələri, yazıları biraz solçudur. Yəni, bunu gərək qəbul edək. Solçu bir adamdır. Solçular üst-üstə pan-İranistdirlər. Amma Bərahəninin solçuluğu pan-İranisti solçuluq deyil. Hətta mən deyə bilərəm ki, pan-Azərbaycanlığa yaxındır. Hətta bu günləri yenə bir komment oxuduq, bir Mənuto adlı televizyonun bir mücrisi, farslarda faşistlərdən biri yazıbdır ki, nə gözəldir adam gözün yuxudan aça görə ki, pan-farsların biri, pan-türklərin biri ölübdür. Yəni, sevinibdir, bəhbəh sözü ilə, bəhbəh, nə gözəldir ki, adam gözün açan yuxuda görə ki, pan-türklərin biri ölübdür, mənzuri Dr. Bərahənidir. Və dostlar, xəyanət sözünü çox rahatlıqca işlətməyin, noğul şey deyil. Çox ağır kəlmədir xəyanət. Və ittiham ki, vurursunuz xəyanət, bəzi dostlar bu işi görürlər, bilirəm ki, bəlkə vətənpərvərdirlər, bəlkə də xaindirlər. Çünki xainlər çox və insanlara deyərlər xain. Öz xiyanətlərini bastırmaq üçün, ört-bastır eləmək üçün özgələrə xain deyərlər. Xainlərin bir çoxu budur. Yəni, ən gözəl yolu budur ki, sən Cumhur İslamiyə xidmət eləyəsən, sən gələsən
İranın intixabatını təşviq eləyəsən, millət getsin, rəy versin. Sonra da gələsən ona buna deyəsən xain. Bu ən qaçaq və rahat yoldur. Rıza Bərahəni fars dilində yazsa da, mən bu günləri fəqət bir şeirin desəm sizə, vaqən o şeir məni çevirdi. O şeirin içində olan sözlər çevirdi məni. İstəyirəm ki, onu elə Instagramdan açsam, mən save eləmişəm. Onun fəqət bir neçə türk qismətlərini oxuyayım sizə. Heç farsı qismət. Çünki bir dənə şeydir ki, farsla türkçədir və mən də onu qoymuşdum şeyə. Silmişəm, amma yenidən onu mən şey eləyəcəm. Ərz eləyim xidmət sizə, sizlə şeir eləyəcəm. Ta onu görəsiz. Ərz eləyim ki, burada olacaqdır. Və dökür axardadır bu calibdir, niyə bunu görmürəm burada? Bunun yazısı vardı, mən bunun yazısını necə oxuya bilsəm. Bəli, bu bir dənə şeydir, şeirdir, qoyublar dostlar. Çox calibdir, dökür Bərahini özü oxur. Bərahəni ilə Bərahininin fərqi var. Bərahin cəmi Burhandır. Onun üçün Bərahini özü beləsi deyirdi. Bərahini mən də onun üzü ilə deyirəm. Əvvəldə şeiri fars başlayır, gəlir, deyir ki, buradan baxayım, buradan oxuyayım. Deyir ki, dəf dil mən از آن گورستانها به رقص برخواهد خواست حلم 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 للم حلم لم لم حلای حل 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 و با زبان و چشم بومی من میگرید با زبان و چشم بومی من میگرید چرا که گریه اصالت دارد در این زبان در این دو چشم. Görürsünüz, baxın, nə gözəl farscadır ha, amma diqqət buyurun. Və ba zaban çeşm bumi mən میگرید چرا که گریه اصالت دارد در این زبان در این دو چشم حلم 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 حللم لم حلای حل 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 و getdi bu gecə getdi kim idi bülbül idi və ya ki bir gül idi gül halay hal halə gəl gəl yapış qolumdan əgər keflisən gülüm sən əgər yapış qolumdan əgər keflisən sən gülüm sən əgər hələm hələm həl hələ həlləm ləm yapış əlimdən əgər və nagihan kəsi az rah mirəsə şəbih mən qaval çalan oxuyan bağçalarda dağ ətəyində bağın dibində sənin əksini tapanda o əksi basanda bağrına gizlin dilim dilim burası çox mənə mühümdür dilim dilim indi bunu beləsi oxuyuruq dilim dilim deyin ey heyf olmuşam yazığım görün nə gözəl dilim dilim şayət bu deyən ola dilim dilim deyən ey heyf olmuşum dilim ha ey heyf olmuşum yazığım gözəl dilim necə bağrımda yandı lap külə döndü dili deyir ha necə dil yəni dilim 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 deyən ey heyf olmuşum yazığım gözəl dilim necə bağrımda yandı lap külə döndü şəbih mən yəni mən də yanmışam ha külə dönmüşəm yenə də bir iki cümlə farsı deyir zaman çeşidi cahan ra be tubre zaman çeşidi cahan ra be tubre yapış qolumdan əgər keflisən gülüm əgər sən əgər qucaqladım nə güləsən qucaqladım nə gözəlsən yəni mən dedim qucaqladım dedim nə gözəlsən dedi demə mən ölüm dedim nə səndə ölüm var nə məndə bölüm və ağladı qan ağladı ələkdi gözlərin ay ələkdi gözlərin ay gül qızıl cinə ələnir
Ələkdir gözlərin, ay gül, qızıl genə ələnir. Sənin bu yaşlarını lən, canım qana bələnir. Dedi, demə mən ölüm. Dedi, demə mən ölüm. Dedim, yapış, yapış qolumdan, əgər keflisən görüm sən, əgər şəbih mən. Hələm, hələm, hələləm, ləm, həlayə, həl, hələlə, həl, həl. Bu çəngi rudəki çalsın. Bəlutun oğlu da gəlsin, o nazlı qıçəki çalsın. Tarın da şəhriyar alsın, mənim yanımda otursun. Və had sadiq qavallı bərabərimdə otursun. Və pavə zabulə getsin və Bəlx Təbrizə gəlsin. Və çal qaval səsi qalxsın və çal qaval səsi qalsın və onda mən deyərəm hə, hələ, hələm, hələm, hələ, həl, həl və indi mən deyən oldu və indi mən deyən oldu, canlarım mənə baxsın. Bağın dibində o əksi basanda bağrıma gizlin və indi mən deyən oldu, qan ağladıq hamımız, qan ağladıq. دفع دل من از آن گورستان ها به رقص برخواهد خواست. دفع دل من از آن گور و گوش کن تو به این تپراق 1000 سال. صدای چالگه از این ویران 1000 سال. یکی به سینه فشرد عکس کهنه‌ای از صورت تو را. ته باه گریست و های های شبیه من 1000 سال. حلم حله حل ها. Hər halda gözəl şeirdir, gözəl deyibdir. Azərbaycanın dərdini də burada görürsünüz. Lazım deyil ki, adam. Bizim dostlarımız bəzən çox əcib qərib baxırlar dünyaya. Görürsünüz ki, məsələn deyirəm. Filan kəs ömrün qoyub türkü danışıb, türkü yaymağa çalışıb, filan bəhman. Bir dənə də bir fars Əhmədinəcad bir cümlə deyibdir. Salam əleykum, Azərbaycan İranın başıdır. Xameneyi cümlə deyib, coç deməsinlər. Görürsünüz, dostlar onu gediblər, orada ona yapışıblar, ondan aslanıblar, amma yadlarından çıxmış olan burada bu adamlar 20 ildir, 30 ildir bu sözlərin acılarını da deyiblər. Niyə bunlara? Niyə biz özgələrə müqəllid? Nədən özgələrin bizim üstümüzdə çox təsiri var? Nədən bir cümləni özümüz yazırıq, amma deyirik bunu Ərəstu deyibdir, Buqrat deyibdir, Suqrat deyibdir, nə bilim, Əniştən deyibdir, filan deyibdir. Tamam cümlələri ki, bu günlərdə görürük, filan kəsin adını yazıb Avropalıların, hamısı, heç birisi onların cümləsi deyil. %1'i belə onların cümləsi deyil. Hamısın adamlar özləri yazıb, amma deyirlər, bəlkə ayrı adam desək, daha ərzişirlidir. Çünki bir insan ki, müqəllid olduğu, özü fikir sahibi olmaz. Mən Günas TV-də çox çalışdım, bu müqəllid məsələsini gətirəm. Brainwash məsələsini gətirəm. Hələ biz mütəəssifanə bilməmişik. Brainwash nə deməkdir? Dostlar, manqurt sözünü işlədirlər. Manqurtla brainwashın fərqi var. Manqurtda birin əsir tuturlar, aparırlar şikəncələrin altında onun fikrini dəyişdirirlər. Biz əsir tutulub, millət olaraq, əsir tutulub şikəncəyə məruz qalmamışıq. Biz brainwash olmuşuq. Brainwash olandan sonra, indi xaricədə getmişik, dərs oxumuşuq, dədələrimiz, babalarımız, uşaqların, dostların bəziləri çox dədə babalarımızdan himayət edirlər, kommentlərdə görürəm. Bizim dədə babalarımızdan xain bir millət heç millətdə görməzsiniz. Bizim dədə babalarımızdan xain heç millət içində görməzsiniz. İndi də Güney Azərbaycana baxın, %10'u da xain olsa, gene dünyada heç millətdə %10'u xain çıxmaz. Xaindirlər ha, çünki dövlətə işdir və dövlətin siyasəti ilə gedir və dövlət ya agəhisinə pul alır və burada bizi Azərbaycan adına təbliğ edir. Bunlar xaindirlər. O dədələr ki, gediblər Qacar hakimiyyətini yıxmağa və veriblər Pəhləvi, onlar xain edirlər. Onlar ki, gediblər vəzir olublar, vəkil olublar, qanunu dəyişdiriblər, Qacarı götürüblər, türk dilini qədəğən eləyiblər, bunlar xain edirlər. Bizim dədələrimiz onlar idi.
Yəni biz bu dədələrimizi atmırıq aşqal qapına. Difa eləyəsiniz. Mənim də dədəmdir. Amma dədələrimizin iradını bilməsək o yolu gedərik. İrançılıqla gediblər, farsçılıqla gediblər. Farslar nə cür deyiblər, bunlar da o cür düşünüblər. Siz indi deyəsən ki, mən istəyirəm gedəm, məsələn deyirəm, Təbrizdən istəyirəm gedəm, hara deyim, Bazərqana, məsələn deyirəm. Amma deyəsən, mən baxacağım bu nəqşədə görüm, fars üçün nəqşəyə baxırıq da. Məsələn, görəsən ki, Bazərqanı yazmışsan, görürsən Tehrana çıxmışsan. Məsələn, amma adı Bazərqandır. Bizim tamamən zehnimiz belə olub. Bizə qələt adres veriblər. Qələt adreslərə getmişik. Gəlmişik, çıxmışıq bugünkü günümüzə. Bunun üçün dostlar, əvvələn xain kəlməsini çox işlətməyək dostlarımıza. Bizlə hər kəsin ixtilafı var, xain deyil. Hətta mən Azəriçiləri belə xain bilmirəm. Mənim baxışım belədir. Fərqli baxırlar. İrancı baxırlar, filan bəhmən, çünki bunlar hər halda odur. Amma xain deyil, o eləyə bilər ki, millətə xidmət eləyə. Mən belə görmürəm. Yəni, hər kəs ki, mənim tərzim, mən baxdığım kimi baxmır dünyaya, xain ola bilməz. Amma mən xain dədələrimizə deyirəm, niyə? Deyirəm ki, bunlar rəsmən Qacar dövlətini yıxıblar. Qanun getirdiblər məclisdə. Farslığı gətiriblər iş üstünə. Mənim də nəslim, bizim də 4-5 nəslimiz deyiblər ki, qabaqda Təqizadə gedir, filan gedir, baxıblar onlara, deyiblər onlar ki, İrancıdırlar, biz də İrancılıq da. İran bizimdir. Hala bu günləri bir iddə var, insanlar deyirlər ki, İran bizimdir. Farsların deyir ki, sizin də hanı əlinizdə? Əlinizdə nəyiz var? Hər şey Farsındır, sizin əlinizdə nəyiz var? Onun üçün mən biraz dostlarımla fərqli baxıram. Fərqli baxmaq da buna gəlməz ki, deyək xain. Amma hökumətimizi əldən verənlər xaindirlər. Dostlar, qeydaq kitabımızı oxuyaq. Çünki hər şeydən mühüm odur ki, biz bilək savaşlar nədir və bu savaşları örgəşək. Onlarla gedək. Mən bu Hünər-i Cəng kitabı ki, tərcümə olubdur ayrı dillərdən. Əsli bunun Çincədir, o tərcümə olubdur Farscaya. Dökür Həsən Həbibi rəhmətlik deyək tərcümə edibdir və içinə də çox əl aparıbdır. Onun 96-cı səhifəsindən başlayıram. 96-cı səhifədə deyir ki, در روستا همانند باد سریع باشید. Əgər bir kəndə girirsiniz, şəhərə, hər yerə girirsiniz, orada getmişsiniz rahpeymalığa fulana şəhərin içində, deyir ki, yel kimi sürətlə gedəcəksiniz. İldırım kimi, çox yerdə deyir ki, ildırım kimi şaxiyi. Yəni, sən gedəsən, kələntərin qabağına daş atasan, o da hazır oldu da, qutardı. Amma bir dəfə gedəsən, girəsən içəriyə, qapıda duranları da bir tutasan, getirsən içəriyə, onlar tərpəşincən, əsləhəxananın qapısını açıncasan, əsləhəxananı da açıb boşaldasan. Fərqi buradadır. در روستا همانند باد سریع باشید هنگامی که پیشروی شما در مرحله کوتاه صورت میگیرد با شکوه تمام به سان شکوه جنگل باشید. O zaman ki deyir sizin həmləz sürət ilə ola, yəni pişrəvi, yəni qabağa getmək, önə getmək. Siz önə gedirsiniz, irəlilirsiniz, türkçəsi irəliləmək. Önə getmək normalda deyilmir, deyilir irəliləmək. O zaman ki irəlilirsiniz və qısa zamanda zəfər qazanırsınız, deyir bu çox böyük bir şeydir. Dedim, məsələn, bir vacədə Kələntərinin qabağına məsələn durasınız, onlar çıxalar, pəs əsləhələrini götürərlər, çıxalar. Bir də var, bilirsiniz ki, bu Kələntərdə 2 nəfər müsəlləhdir, qapıda durubdur məsələn. Polis, hər kəs ki orada vardır. Getirsiniz bunları əllərindən, yəni onlar durublar, onlar hazır deyirlər ki, əllərindən əsləhəni, nəfərə bir nəfərin əlinə əsləhə almaq çox rahatdır. Alırsan, getirsən içəriyə dolursan, yəni su kimi dolursan o livanın içinə, orada olanları boğursan. Nəinki öldürürsən, ha, mənzurum, yəni təslim edirsən. Biz Güney Azərbaycan uşaqları ki, orada buradadır, bunları öldürmək istəmirik. Heç vaxtda. Bizim əsli məsələmiz Güney Azərbaycan ilə budur ki, biz əgər indi bir inqilaba girişsək, gərək bir cür eləyək ki, Güney Azərbaycanlılar ölü verməyələr. Bizim əsli məsələmiz budur. Biz adın qoyaq pan-İranist filan, bəhmə, bunlar çox ağır ittihamlardır və bunları qoyub çoxlu adamlar öldürmək olar və biz bunları eləməməliyik.
Deyir ki, bir dana meşiyə bənzərsiniz. Əgər beləcək dedim də, yəni gedirsən içəriyə. در تاخت و تاز و غارت همانه آتش و در توقف نظیر کوه استوار و تزلزل ناپذیر باشید. Deyir o zaman ki həmlə edirsiniz, girirsiniz içəriyə, bir yeri tutasınız, girirsiniz ustandarını alasınız, fərmandarını alasınız, radyo televizyonu alasınız, monitörün sistemi alasınız, sipapı. Deyir burada sürətlə girin. Baxın, heç yerdə müsəlləh deyil idarənin içi. Nə sipapasların özünün də içi müsəlləh deyil. Fəqət nigəhbanlar müsəlləhdirlər, onlar da hazır olmazlar heç vaxt. Və bu, siz bir sürətlə dolun, İstəyirsiniz taxt-tutaz eləyəsiniz, yəni girəsiniz, həmlə eləyəsiniz, girəsiniz ora. Deyir ki, od kimi gedin. Od kimi, yəni yandırın gedin, sürətinə. Sən dözə bilməzsən ki, mən görüm hələ bu sərbazdır, o əfsərdir, yox. Hamısı xəli silah eləyəcəksən, gedəcəksən. Deyir, əgər durdun, radyonu aldın, televizyonu aldın, ustandarlığı aldın, monitörün sistem ki, demişəm hardadır, bir dəfə də deyim, Danışsara meydanında o təbəqatı parkingin üstündə idi. İndi bəlkə ayrı yerlərdə də var. Deyir, buranı aldın, istədin durasan, saxlayasan. Deyir, dağ kimi duracaqsan. Üstü və nə qədər bir nəfər də gəlsə dayanacaqsan, milyon da gəlsə dayanacaqsan. Bunu dedim, yadıma düşür. Deyir ki, Ruslar Azərbaycana həmlə eləyəndə meşkinin ətrafında ya Cerminin ətrafında bir kəndə gəliblər. Bir kişi orada pasqahda imiş. Əsləhəni götürüb gedib o kəndin qırağına. Hamısı təslim olubdu o pasqa əslində. Bu adam tüfəkləri götürüb aparıb orada qurubdu. Bunu atırmış, gedirmiş, onu atırmış. Bir gecə sübəcən Rusun ordusunu orada can saxlayıbdı. Deyiblər, neçə nəfər burada sən? Axırda topla vurandan sonra görüblər ki, bir dana adamımış, amma bir ləşkəri gecə saxlayıbdı. Mühüm deyil ki, baxın, bir ləşkərin qabağına çıxmaq mühüm deyil ki, bir dəqiqə ola, bir gün ola, bir il ola. Rusiyanın qabağında Ukrayna durubdu. Rusiya, mən fikir edirəm, nəxşiyə daxil taza baxıram, adam taza baxır. Fikir edirəm ki, 10 Ukraynadan çox boyu var. Yəni, o qədər torpağı yekədir. Torpağı yekə olmaq, dostlar, yəni ki, mənabeyi də çoxdur. Mədəni çoxdur, qazı çoxdur, nəfti çoxdur, ağacı çoxdur, suyu çoxdur, hər şeyi çoxdur. Mühüm bu deyil ki, Rusiya eləyə bilər, Ukrayna işğal eləyə. Mühüm budur ki, bu günləri ki, mən sizinlə danışıram, Ukrayna 31 gündür ki, ya 30 gündür ki, Rusiyanı deyib, baba, sən ala bilməzsən mənim məmləkət. Bu çox mühümmüdür. Mühüm bu deyil ki, bir nəfər orada bir gecə sübəcən durubdu, ya bir dəqiqə durubdu. Mühüm budur ki, bir ləşkərin qabağında deyib, mən duraram. Mənim yadıma gəlir, mən özüm o zaman ki, başladım Cumhur İslami ilə mübarizə eləməyə içəridə, öz xanımıma, uşaqlarıma, nənəmə dedim ki, mən İran dövlətinin qabağında dururam. Mən təkəm, İran dövləti də nə qədərdir. Mən o güclükdəyəm, bunun qabağında dururam. Mümkündür məni yıxa, amma mühüm deyil. Mühüm budur ki, mən bunun qabağında dururam. Bu öz qabağında məni görür. Mənə həzf eləmək üçün çalışır. Abbas Lisani, Əli Rıza Fərşi, siz, hər kəs ki burada baxır, əgər o rejimin qabağında durmuşsunuz, yəni o rejim tamam gücü ilə siz də təkizlə bunun qabağındasınız. Bu mühümmüdür. Mühümmüdür, bir dəqiqə durasınız, mühümmüdür, bir ömür durasınız. Amma durmaq mühümmüdür, iradə mühümmüdür. Deyir ki, o Həzrəti İbrahimi oda atanda nağıldır deyirlər, belə bir vaqiyyət yoxdur, amma nağıldır da. Bunu nağılda deyiblər ki, insanlarda bir şey yaransın, hiss yaransın. Deyibdir ki, hərə ağac gətirirdi, otun üstünə tökürdü Nəmrud tərəfindən ki, bu od yansın, İbrahim içəridə yansın. Gördülər ki, bir qarışqa gedir. Heç cüz qarışqa ilə danışmayayım. Normal insanlar heç vaxt danışmayıblar. Bəlkə gələcəkdə insanlar teknolojiyə çatdılar ki, necə bir-birləri ilə danışmadan bir-birlərinin zehnini görəcəklər. İndi də bunları filmdə görürük ki, danışmadan bir-birini bilirlər ki, fikri nədir. Bu olacaq, qətiən bu olacaq. Bir gün olacaq ki, insan danışmadan bir-birinin fikrini görəcək. Mən dünən gecə buna fikirləşirdim ki, əcəba onda mənim zehnimdəki təsviri görəcək, ya kəlməni görəcək. Yəni dili görəcək, ya əksi görəcək. Bu mühümdür. Bunu mən dünən gecə düşünürdüm özüm ki, insan belə olacaq. Amma indi deyək ki, o qarışqa istir aparsın və insanlar bunu görürlər. Soruşurlar ki, qarışqa, sən nəsən ağzında suyu aparasan, odu söndürməyə. Deyir ki, hər kəs öz himməti qədər
Mən də öz himmətim. Yəni qarışqa öz himməticən, filan kəs də öz himməticən. İndi mühüm odur ki, biz istəyək duraq. Deyir, əgər bir yeri işğal elədiniz düşmənin əlindən, orada istirsizləşsə dağ kimi duracaqsan. Təhcanıva da dursan dağ kimi duracaqsan, 100 nəfərə də dursaz dağ kimi, milyon nəfərə də dursaz dağ kimi. Biz gərək buna inanaq ki, baxın, Ukrayna niyə durubdur? Vaqəən inanıblar. Vaqəən inanıblar, bu bizim vətənimizdir, bu da bizim düşmənimizdir. Ölü veririk, dünyada bu qədər Əfqanistandan, Əraqdan, Suriyədən, Libidən, hər yerdə ki, savaş olubdur. Heç vaxt bu bir ayın içində bir belə pənahəndə qaçqın olmayıbdır. Ki, o Ukraynadan olubdur. Özü də davtələbanə arvadların, uşaqların, qocaların göndərirlər. Amma gətirir mərzidən, göndərir, qeydir, əsləhəsini göndərir, savaşır. Bizim də bəzi insanlarımız adını qoyublar bu Rəis Cumhur Zelenskinin həmcinsbaz. Həmcinsbaz vətənpərəst ola bilməzmi? Bu qədər insanların zehni əlildir. İstir bizlə, bizim Farsla mübarizənin qabağında dursun. Deyir ki, niyə siz Səttarxanı, Baqirxanın arasında Zelenskini qoymuşsunuz? Zelenski həmcinsbaz idi. Güya həmcinsbaz ya bir xanım ya bir filan eləyə bilməz ki, vətənindən difa eləsin. Bu qədər düşüncənin əşağalığın və düşmənliği azadlığına. همچون ابرها که به ژرفهایشان نمیتوان رسید باشید و همانند برق جابجا şöbid. Deyir ki, bulut kimi olun ki, onların içinə girib onları əzmək olmaz. Bulut yavaş gələr, dalısı görsənməz. Diqqət buyurun, gizlədər. Yəni siz bulutun içində birazı görsənər, üzü görsənər. Amma görməzsiniz, 10 metr bulutdan o üzəni görməzsiniz. Təyyarə ilə bulut olsa aşağıını görməzsiniz. Deyir, bulut kimi olun, yəni gizlənin, dərin olun, bilinməsin sizin gücünüz nə qədərdir. Siz bilmirsiniz ki, o bulut 10 santimetrdir qalinliği, 1000 metrdir, 100 min metrdir. Mühüm budur. Deyir ki, bulut kimi olun dərinlikdə. Və bilinməsin sizin, bulut kimi olanda sizin içinizdə nə var, onlar görsənməyəcək. Sadəcə ıldırım şaxandan şaxana düşmən görəcək, burada içəridə bir şey var. Və bərq kimi olun dedim. Bu bərq sözü də mənim nəzərimə gəlir ki, taza bir sözdür, hər halda işlədibdir. Yəni, ıldırım kimi olur. Hengami ki, məntəqi ilə qarət mikonid, qovayı xud ra təqsim konid. O zaman ki, bir yeri qarət edirsiniz, onda gücünüzü bölün. Yenə bilmirəm, bunu niyə qoyublar, amma hər halda qoyublar. Qədim, əlbəttə bir şeydir, orduların işidir, qarət elərdilər, mütəəssifanə. İndi də elə o cür var, indi görürsünüz ki, Ukraynada ruslar, məğazalar qarət edirlər. Mənim yadıma gəlir, İran inqilabında da qarət çox oldu. Çox oldu. Dövlətlilərin evləri, karxanaları, idarələri, bahları qarət edirdilər. Və hengami ki, sərzəmini ra təsxir mikonid, qənaim ra təqsim konid. O zaman da ki, bir torpağa alırsa, onun qənimətlərin arazda bölün. Əlbəttə, indi bunlar mordi qəbul deyil. Dövlətlər bunlara sistematik gedir, bunlar indi qəbul deyil. Sərbaz arasında bölmürlər, sərbaza bir hüquq. O zaman hüquq verməzdilər sərbaza. Sərbaz gedərdi, savaşardı, əlinə gələndə alardı, özünə aparardı. کسی که هنر پیشروی مستقیم و غیر مستقیم را واجد است پیروز خواهد شد. هنر مانور چنین است. Deyir ki, o adam ki bilər nə cür irəliyə bilər müstəqim və qeyri-müstəqim. Yəni, müstəqim budur ki, ordumuz gedir, düşməni vurur. Qeyri-müstəqim budur ki, bir cür eləyək ki, onlar təslim olalar. Bu da qeyri-müstəqimdir. Kitab İdarə Umur Nizami və Cəngi Müqvət. Bir dənə kitabdan adı aparırlar ki, belə bir kitab imişdi. Adı Ordu və Savaşın Nəzm-i İntizamın İdarə eləmək. نظر به اینکه صدای افراد به هنگام کارزار شنیده نمی‌شود از طبل و سنج استفاده کنید. Tamam. Biz də bir əlaimlərdən istifadə eləməliyik. Məsələn, Biləndiqudan filandan şəhərdə istifadə eləyə bilərik. Telefondan biz istifadə eləyə bilərik. و نظر به اینکه لشکریان به هنگام کارزار نمی‌توانند با وضوح تمام ببینند پرچم‌ها و بیرق‌ها را ببرند. Deyir ki, o zaman da ki vardı, savaş arasında adamlar görmürlər ki, kimdir. Tanımırlar bir-birinin əslində. Deyir, onda da bayraqdan, əlamətlərdən istifadə edin ki, indi biz daha bunu rahatca bilirik. Məsələn,
İndi biz şəhərə çıxanda polislə şeyi tanırıq, amma libas şəxsini tanımırıq. Əlbəttə libas şəxsini də daha indi tanımışıq. Normalda libas şəxsilər köynəklərin üstdən salırlar, səqqəllidirlər, motora minirlər filan, bəhman dəstə cəmi hərəkət edirlər. Əgər diqqət eləsək, kəmərlərində əsləhələri var, libas şəxslərin. Onlar əlləri ilə bir-birləri ilə çox danışarlar libas şəxslər. Onlar da bizim diqqətimizdən getmir. Be hər hal, سنج و تبل و پرچم و بیرق به منظور متوجه ساختن لشکریان به یک نقطه مورد استفاده قرار میگیرد. Deyir bu cür şeyləri buna görə istifadə edirlər. Biz də eləyə bilirik bunlardan istifadə edək. Məsələn, maskın bir rəngi bizim əlamətimiz olar. Məsələn, indiki mask vururuq. Bir rəngi bizim əlamətimizdir. Biz bir neçə nəfərik, qururuq, dostuq. Buna görə üzümüzdə örtmüşük, bir-birimizi tanımırıq. Hamımızda məsələn qərə paltar giymişik, əllərimizə əlcək giymişik, gözlərimizə belə eynək vurmuşuq ya örtmüşük ki, görünməsin. İndi bir dənə mask vuraq. Məsələn, yaşıl mask. Məsələn, qırmızı mask. Məsələn, maskın üstündə bir əlamət qoymuşuq. Məsələn, ay ulduz. Ulduz, ay. Fərq eləməz. Deyir bu, eləyə bilər ki, bizə bir köməklik eləyə bir-birimizi o savaşı. هنگامی که لشکریان بتوانند بدین گونه متحد شوند مرد شجاع به تنهایی نمیتواند پیشروی کند. O zaman ki biz müttəhid olaq, təhcanında bir adam heç vaxt heç iş görə bilməz. Amma müttəhid olsaq deyir ki, sındıra bilirik. Və mərd tərsu نمیتواند عقب نشینی کند. Deyir, şuca olsa təhcanında bir iş görə bilməz. Qorxaq da olsa qeydib qaça bilməz. Ümumən belədir dostlar. Rəvanşinasda deyirlər ki, o zaman ki bir qorxaqlar bir yerə toplanırlar, bir-birlərinə ürək verərlər. Məsələn, oğrular çox qorxaqdırlar, bilirsiniz. Amma bunlar bir dənə uşaq da evdə ağlasa qorxarlar. Çünki bilirlər qeyri-qanuni bir işə giriblər. Amma bir-birlərinə ürək verərlər. Məsələn, bunlar ki, qəmə götürürlər, indi videolarını görürük, şəhərlərdə qəmə çəkirlər. Bunlar ən qorxaq insanlardır. Bunun üçün qəmə daşıyır. Kafir də onun qabağında bir nəfər cəsarət eləyər. Onlar ona görə quruq gedərlər. Qorxaq olduqları üçün də 4 nəfərə, 5 nəfərə gedərlər, qəmə götürərlər. Tək etməzlər. Və görsələr də ki, o üzbüyüzü qoyub qaçarlar. Biz bu, niyə? Çünki o zaman ki 4-5 nəfər yığıldı bir yerə, ya 1000 nəfər yığıldı bir şey və 1000 nəfərin hamısı qorxaqdır, bir-birinə elə ürək verərlər ki, bunlar dünyanın ən cəsur insanları olur. Qədim orduları da zahirən belə düzəldərmişlər. Qorxaq adamları gətirərmişlər, yığarmışlar, bunlar əsirləri, zadları verərmişlər, bunlar məsələn savaşarmışlar, döyərmişlər, ondan sonra indi bunlar bir əsirlə məsələn savaşırlar, əsiri öldürəndən sonra o qorxu tökülərmiş, adam öldürməkdən tökülərmiş. O qorxu gedərmiş, 2-3 dənə öldürəndən sonra da təbii olarmış. Məsələn, mən cücə öldürürəm məsələn. Bir dana deyir ki, hünər-i rəhbəri یک لشکر سنیرək. Bir dana لشکر ordunu belə aparmaq olar. توما deyibdir ki, قانون نظامی میگوید کسانی که به هنگام پیشروی دست به پیشروی نمیزنند و کسانی که در موقع عقب نشینی نمیکنند اعدام میشوند. Qanunda belədir, indi də bu cürdür. Orduda dəstur verirlər ki, get, yürü. Yürüməsi qabağa, həmlə, hücum, getməsi qabağa onu edam edərlər. Deyirlər ki, qeyd dalıya, qeydməsə də edam edərlər. Çünki dəsturunandır. Orduda belə bir şey var. وقتی که ووشی علیه شین می جنگید، افسری که پیش از برخورد دو لشکر نمی توانست هیجان خود را مهار کند به پیش راند و سر 2 تن را جدا کرد و عقب گرد نمود و بازگشت. ووشی فرمان داد که وی را اعدام کنند. ووشی adlı bir əfsər gedibdi meydana savaşıb, həyəcana gəlir, dəstur verməmişdən həmlə edir, 2-3 nəfəri də öldürür, sonra qeydir. Fərmanda dəstur verir, bunun boynu vurur. Çünki bu getməsi də dəsturundan deyildi, qeytməsi də dəsturundan deyildi. فرمانده ستاد ارتش با این عبارت وی را سرزنش کرد. اول beləsi deyibdi. این مرد افسری لایق است. لایق bir adam imiş. Və şuma نباید وی را اعدام کنید. Onu edam eləməməlisiniz. ووشی پاسخ verdi. فرمانده ستاد dedi ki من لیاقت وی را به عنوان افسر محل شک و تردید قرار نمیدهم. من نمیرم اون لیاقت yoxdur. ولی وی نافرمان است. نافرمانده. او را اعدام elədilər. در کارزار شبانه دقت buyurun gecələr. در کارزار شبانه از تعداد زیادی مشعل و طبل استفاده کنید. Gecələr
Bizim də xüsusən şəhərlərimizdə indi də məşələ ehtiyac yoxdur, şükür olsun. Hər yerdə çıraqlı vardı, amma çıraqları da vura bildik. Deyir ki, gecələr savaşa çıxsaz, təbli çox səs salın. Diqqət buyurun dostlar, Məhərrəm ayına diqqət buyurun. Məhərrəm ayında təqribən Azərbaycan şəhərlərini və Tehranı deyirəm. Mən Farsistanın çox yerini görməmişəm, bilmirəm. Məsələn, İsfahan, Şiraz bilmirəm nə cür bir yerdir. Yəni Farsistana getməmişəm, bir Xorasana bir dəfə getmişəm. Ərz eləyim xidmətinizə və o da ziyarətə dolanmağa getmişik. Ərz eləyim ki, Aşura, yəni Məhərrəmlikdə görürsünüz ki, millət tökülüb xiyabanda bu vəziyyətdədir millət. Orada ordu görmürsünüz. Çünki var da onlar həmişə ordu gəlir, ya ərteş gəlir, ya polis gəlir, düşürür. Amma onlar sizi görmürlər. Siz onları görmürsünüz. Çünki cəmiyyət çoxdur. Heç bir güc Məhərrəmlikdə sizi yıxa bilməz. İttifaqən bunu deyim dostlar. Məhərrəmlik dövləti yıxıb öz dövlətimizi qurmaq üçün ən stratejik mövqedir bizim üçün. İranın bugünkü tarixində heç bir zaman bu qədər bizim üçün rahat deyil ki, İran dövlətini yıxaq illa Məhərrəmlik. Məhərrəmlikdə tamam millət çıxıb eşiyə. Tamam nirular özləri də əzadarlıqdadılar. Polisin nirusu, sipahın nirusu, ərteşin nirusu, ittilatın nirusu filanı bəhman. Bizim üçün ən dərdə dəyən yer ki, işğal eləyək idarələri filanları Məhərrəmlikdir. Və Məhərrəmlikin hangi günün biz seçəcəyik, hangi saatın biz seçəcəyik, hangi zamanın biz seçəcəyik, imamın 40-ına o tərəfdən, bu tərəfdən də 10 gün, 15 gün qabaq. Yəni, üst-üstə 2 ay Məhərrəmlikdir. در کارزار شبانه از تعداد زیادی مشعل و طبل استفاده کنید. Səs salın. İstəyir ki, səs salın, qoymayın düşmən yatsın. Və برای نبرد روزانه تعداد زیادی پرچم و بیرق را بکار. Gününüzdə pərçəmdən istifadə edin. Əlbəttə biz dostlar diqqət buyurun. Bizim bir dənə zəifimiz var. Bu zəifi gərək düzəldək. O da budur. Biz gərək Azərbaycan pərçəmin. Mən indi bu arxamda qoymuşam. İndi ki bizim dövlətimiz yoxdur. Bu bayraq bizə bayraqdır. Əlbəttə bizim Əhzabımız da zəhmət çəkiblər, biz qırmızı parçanı da seçiblər Azərbaycan, yəni üstündə heç əlaməti yoxdur, qırmızı bayraqdır. Onu da seçiblər, Türkiyə bayrağına bənzir əslində, yəni fərz edin bu qırmızıdır, o ayı da götürsəz, ulduzu da götürsəz, olur Azərbaycanın bayrağı. Güney Azərbaycanlar bunu seçiblər, çox da əmniyyət çoxdur. Məsələn, biz bunu gərək özümüzə paltar eləyək, özümüzə yəni bunu yanımızda dolandıraq. Heç kəs deyə bilməzsən Azərbaycan bayrağını niyə götürmüsən? Heç kəs bunu bizə deyə bilməz. Bütün dünyanın hər yerində, hər məmləkətin bayrağını götürmək olar. Və bu cürm deyil. Yəni heç kəs sizə deyə bilməz, siz Azərbaycanın bayrağını götürmüsünüz, cürmdür. Amma biz bunu götürməliyik, bunu milliləşdirməliyik. همانطور که تشکیلات مهم حاوی تشکیلات کوچک است همانطور نیز ordugahهای مهم حاوی ordugahهای کوچکlərdir. Deyir ki, böyük təşkilatların kiçik təşkilat olur. Məsələn, bir dənə hizbin, bir dənə məmləkətin başında var, bir dənə də hər şəhərində var, bir dənə də hər qəsəbəsində, hətta hər kəndində var. Məsələn, bizim öz dövrümüzdə Pişəvəri bunun nümunəsidir. Hizb-i Demokrati Azərbaycan Demokrat Firqəsi özü bunun nümunəsidir ki, əvvəl bir dənə Azərbaycanın başındadır, sonra da hər şəhərdə, hətta kətdə, bizim kəndimizdə də belə var imiş. جلودار عقبدار جناح راست و جناح چپ هر یک از اردو یه مخصوص خود را داره. Hər tərəf ki ordumuz vardı, onun özünün bir məxsus elə özü bir ordudur. Külliye in ordugahlar mütəmayiz az yekdigirənd. Hər ordu o birisi ordudan mütəmayizdir. Diqqət buyurun dostlar, indi istəyək biz Azərbaycanda Təbrizdə bunu işlədik. Ərdəbildə də, Urmiyədə də, Zəncanda da, Qəzvində də, Həmədanda da, Tehranda da. Hər məntəqə, hər məhəllə öz məhəlləsində bir ordugahdır. Məsələn, Təbrizdə bahardakı pasgahlara məsuldur. Taliqanidəşdə, Erəmdəkində və o birisi yerlərdə, o birisi yerlərində. Gördüyünüz baxır ilə o məhəllədə heç kəs onların qabağını ala bilməz.
deyək ki, baharda bir dana pasqah var. Ya indi polis, hər nə bilən. 2 dana. O məhəllədə neçə min adam var ki, oranı eləyə bilər, rahatca əlinə geçsin. Sadəcə elə 5-10 dana cavan hərəkət eləsələr, 10 dana deməyək, 20-30 dana cavan Aşura günü kilsə bura alsa, Yezidin paygahların, Yezidin hökumətin əlinə geçirdi orada. Radyonu alına alsa, ha belə. عزیزی دایره‌وار در اطراف قرارگاه فرمانده کل که در مرکز واقع است مستقرند. Deyir bunlar dairəvar bir-birinin ətrafındadılar və bunların yap ortada da fermandehi mərkəzidir. Biz də dəqiqən belə bir sistem qurmalıyıq, amma bilmirəm ki زاویه‌های مختلف هر کدام در دیگری جا می‌افتد. Deyir bunlar düzdür ki bir-birlərini ara, amma bir-birinin içinə düşürlər. Məsələn, hardan bahar başlanır, hardan o bir-birinə düşür bu məhəllələr. Onun üçün də bunlar bir-birlərinə fərq eləməz, bir-birlərinə kömək çıxacaqlar. به طور که اردوگاه در مجموع از لحاظ شکل صورت فلکی پیه‌ای را به یاد می‌آورد. چه عین göydəki ulduzlara bənzər ki, elə bir ki bir-birləri ilə bir vəziyyətdədirlər də görürsüz. فاصله که اردوگاه‌های مختلف را از هم مجزا می‌کند بیش از 100 پا و کمتر از 50 قدم نیست. O ordular ki bir-birindən ayrıdılar. Bir onlar 100 qədəmdən, 100 addımdan bir-birindən uzaq deyirlər, 50 addımdan da bir-birinə yaxın deyirlər. O qədər yaxın deyirlər ki, bir-birinə qarışarlar, o qədər də uzaq deyirlər ki, bir-birinə xəbərsiz olurlar. Bizlər də bunu qruplarımızda işlətməliyik. Məsələn, rahpeymalığa çıxmışıq, istirik ki, şəhərdə bir işləyirik. Biz bunlardan istifadə eləməliyik. O qədər bir-birimizdən uzaq olmamalıyıq və o qədər də bir-birimizə yaxın olmamalıyıq. Amma məsələn, mən bir qruham, bu qruh bir-birinin dibində olmalı, təbii ki. Bir ayrı qruhundan adca aralı olmalıyıq. Birdən biz düşdükcə onlar gəlirlər bunun şey edirlər. Polis, məsələn, deyək ki, biz 5 nəfərik, 10 nəfərik burada bərabər geçmişik, düşdük polisin mühasirəsinə. O birisi qruh gəlir, buna o görür, gözü bunun üstündədir, bir-birinin üstündədir. Eyni futbolun timində oynadığımız kimi gözümüz həm öz oyuncularımızın üstündə, həm düşmənin üstündə. Kim top hardadır? O topu gələk baxaq. O zaman ki topu düşmənin ayağındadır, bizi salıb mühasirəyə, o birisi qruh gəlir, daldan bunları vurur, yolu açıb biz oradan çıxa bilirik. Bu savaşın teknikləridir. Qorxmaq deyil, şücaətdir. Şücaət bu deyil ki özü verəsən ölümə. Bu ahimaqətdir. Şücaət budur ki fürsətlərdən düşməni əzmağa istifadə edəsən. Özü də əzdirməyəsən. Şücaət budur. Bu ki bizə deyiblər, qorxma get, əlbəttə ölmək o yerdə ki ölməkdir. Təbii ki məsələn biz gedirik, onlar ki mübarizə, ciddi mübarizəyə giriblər. Mən özümü deyim, mən özüm məsələn gedəndə mən edama hazır idim. Və 40 gündə mənim edamımdan danışdılar ittilaatda ki edam olacaq. فاصله بله جاده ها و راه های تنگ به گونه‌ای به هم می‌پیوندند که لشکریان بتوانند حرکت کنند و دور بزنند. Deyir ki, yollar da elə olsa elə olacaq. Biz bilaq ki, bu yoldan gedirik, buradan döyür vurmaq olar, dönüb gəlmək. Döyür vurmaq dönməkdir bizdə. Dönmək. Dönüb gələ bilaq. Ya döyür vura bilaq. Döyür kəlməsi fikir edirəm ki, türkçədir. و استحکامات گونه‌ای هستند که هر یک بتواند به دیگران با دادن کمان و تیر و تیرکمان کمان پرداز و تیر پرداز و فلان کمان پرداز و فلان کمک eləsinlər. Bir-birinə yardım eləyə bilərlər. Deyir, elə bir-birinə şeydir ki, əgər lazım olsa bir-birlərinə hər cürə köməklik eləyə bilsinlər. Onun üçün uzaq ola bilməzlər. Ləşkərdə də elə mən özümdə tipiyə getmişdim bir az da olsa. Orada da elə biz bunu görürük ki, qurğanlar, qurdanlar çox bir-birindən uzaq olmazlar. در تقاطع هر راه یک برج کوچک به رفراتش می‌شود. Qədim də bu cür idi, indi də eləcə də o cürdür. Ordularda bir borcək qoyular üstdən görünər. Elə indi də baxsız padişahlara zadı göz qapının qabağında bir borcək var, oradan üstdən biri baxır, ətrafı görür ki, gələn var, gedən var. Bunları. و برفراز آنها هیزم برای گرم کردن چیده شده است. Onların da üstünə qışda soyuqdan, gecə soyuqdan saxlamaq üçün isti saxlanılır özləri. Bu rəsmi savaşın içidir. در داخل تونل‌هایی پنهان هست. İçəridə də bir tunellər qazıblar, onların içində olurlar. İndi deyirlər səngər. با نردبان‌ها به قله برج میتوان رفت. Çünki o yerin altına ilə onlar nərdivanla borcun üstünə çıxasın. و در قله آن قراولان به نگهبانی مشغولند.
üstə də nigahbanlıq verirlər. Bizim də nigahbanlığımız şəhərlərdə nə cür olacaq dostlar? Bu mühümdür. Biz nigahban, indilikdə bizim vəzifəmiz nigahbanlıqdır. Mümkündür, məsələn, məhərrəmlikdə vəzifəmiz işğal ola. Diqqət buyurun, işğaldan danışıq. Təəssüfənə, öz toprağımızda işğaldan danışıq. Məhərrəmlik bizim üçün çox gözəl bir zamandır. Radyo, televizyonu, standartlığı filan ələ keçirmək üçün. Bunları biz eləməliyik. Dostlar, bunları diqqət eləməlidirlər. Bizim indi nigahbançılığımız nədir? Bizim nigahbançılığımız budur. Pastarların evləri hardadır? Nigahban bunları biləcəkdir. İndi bizim vəzifəmiz nigahbanlıqdır. Nə cürdür? Pastarların evlərin, polislərin evlərin, bəsicilərin evlərin, ərteşlərin evlərin, idarədə işləyənlərin evlərin, mollaların evlərini tapmalıyıq. Və bunu yavaş-yavaş bir mərkəzdə toplamalıyıq. Məsələn, internetdə bir dana veb-sayt düzəldək, elə ələni də qoyaq ora. Həsən Hüseyni, Bəsici filan, pastar filan, əgər eləyə bilsək əkslərində soraq, evi buradır, adresi buradır. Bu bizə bir imkan verər. Əgər biz belə bir veb-sayt açaq ki, orada pastarların adresini qoyaq, Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda, Tehranda, Qəzvində, Xoyda, Əhərdə, Kəlibərdə, Culfada, orada, burada. Bunlar görəcəklər ki, biz onları biz zəncirəvani salırıq. Düşmən görəcək, biz adreslərini qoymuşuq. Bunlar ya bu şəhərdən köçüb getməlidirlər, ya da bu şəhərdə olsalar bizim üstümüzə əsləhə götürməməlidirlər. Bunun üçün bizim məsələn bir dənə belə bir mərkəz açılmalıdır. Ələni olsun, heç işğalda yoxdur, hamı bilsin ki, biz bilirik. İdarələrin adresini, dalı qapısı hardandır, qabaq qapısı, əkslərini qoyaq. Heç iradı yoxdur, idarələrin içindən əksi qoyaq. Nigahbanisi haradır? Bunlar zəncir rəhvanidir. Biz eləyə bilirik buradan düşmənə deyək ki, evin yıxılsın. Sən mənə düşmənlik eləsən, mən sənin hər şeyi bilirəm. Bu bizə indilik özümüzü Azərbaycanın nigahbanı bilməliyik indilik. Millətimizin nigahbanı bilməliyik indi. Və indi nigahbanın vəzifəsi nədir? Bunları eləməliyik. Nigahbanın da türkçəsi gözətçi. Gözətçi. Nigahbanın mənası yoxdur əslində. Mənasız bir şeydir, nigahban. Nəyə baxır? Amma gözətçi, əlbəttə, nigahbandan mənzur, bu da gözətçi olar. Gözətçi çox gözəl anlamdır. Nigahban saxlayandır. Əslində bir yeri saxlır. Nigahdarəndə ünvanındadır. Amma mənim dediyim gözətçi, yəni siz daimən düşməni gözün altında tutmuşsunuz. Hərəkətlərin, yerlərin, davranışların nə alır, nə gətirir, hardan alır, hara gətirir. Məsələn, fikrin, bizim belə bir web-saytımız var, orada yazırıq ki, bu günləri Sipah-Pasdaran filan şəhərdən filan yerə bir belə adam gətirdi. Bəlli də deyil kim bunu qoydu oraya. Tamam, amma bu bizə mühüm bir itilat verir. Aleyküm selam. Deyir ki, pəs az anke şəb be sərdəst mi ayət, پس از آنکه شب بر سر دست می آید هر یک از قراولان که صدای تبر را از 4 گوشه اردو بشنود آتش اعلام خطر را روشن می کنید. Qədim odla şeylərdə təbil çalardılar. İndi onu deyir ki, əgər gördünüz ki, bir yerdən düşmən gəlir, tez orada odu yandırırsınız, təbili çalırsınız. İndi bu seriallarda görürük, dizilərdə ki, Türkiyədə var da, orada bunları görürük ki, xüsusən təbili görürük, günüzlər xüsusən bunu işlədirlər. Binabərin, əgər düşmən در شب حمله کند ممکن است که دروازه ها بشکند ولی چون در همه جا اردوگاه ها کوچک وجود دارد و از هر یک قویاً دفاع می شود دشمن نمی تواند که şərq, qərb و şimal و cənub deyir ki, bu da gene ordunun içinədir. İndi biz ordu sistemində deyirik. Deyir ki, əgər hətta düşmən gəldi, gecə qapıdan girdi, qaranlıqdan istifadə elədi, girdi içəriyə. Yenə də üçün burada içəridə ordugahlar neçə danadır, bir dənə deyil. Onlar eləyə bilməzlər, bunların hamısını ələ alsınlar. در اردوی فرماندهی و یا در اردوهایی که اهمیت کمتری دارند نخستین کسانی که میفهمند دشمن در آنجا قرار دارد اجازه میدهند تا همه لشکریان وارد شوند. Deyir ki, bəzi fərmandehi yerdə, ya zəif yerlərdə, deyir, o zaman ki, biri bilir ki, düşmən gəlir, icazə verirlər ki, düşmən içəriyə girsin. Yəni, əslində bu tələdir. Tələni qurur, deyir, gəl içəriyə.
Ancaq təbliğ hara besada miyaverənd, o vaxt təbliğ çıxadırlar, çalırlar və tamamı ordugaha pasıq mi? Hamı ordugahların hamısı birdən-birə bu təbliğ çalır. Elə bir məhəllələrdə biz bu işi görürük. Məsələn, bir məhəllədə ayağa qalxanda o birisi məhəllələrdə qalxmalıdır. 40 metr ya fəqət məsələn filan yer qalxmamalıdır. Bəlkə tamam məhəllələr ayağa qalxmalıdır. در تمامی برج‌های کوچک آتش اعلام خطر روشن می‌شود و کمک آنها شب مثل روز روشن می‌شود. افسران و مردان جنگی دروازه‌های اردوها را می‌بندند، دروازه‌lar bağlarlar və nə olar? İstihkamat havi və istihkamat cay می‌گیرند və girərlər səngərlərinə. Düşməni saldılar təliyə və az balay didəbanha düşmən را زیر نظر می‌گیرد. Üstəndəki dedi gözətçilər göz altına tutublar düşməni, kəman o, tir o filan və bunlar da tökülürlər, vururlar, dağıdırlar. Hər tərəfdən düşmənə vururlar. O zaman o tüfəkdir, fərqi yoxdur. Bunları görürsünüz. اتفاق می‌افته که لشکر فاقد روحیه و فرمانده آن آری از şücaət başa deyir. Ola bilər ki, bir dənə ləşkər var orada, ki, bunun fərmandehinin və özünün şücaəti yoxdur. دیگه چی نمی‌دونه بوشی deyibdi ki مسئولیت یک ارتش 1 میلیونی بر دوش یک تن است و هموز که نیروی محرکه روحیه ارتش است. Deyir ki 1 milyonluq ərteşin də məsuliyyəti, ruhiyyəsi bir nəfərin başında o fərmandehdir. Diqqət buyurun, yəni biz özümüz dostlar, milli hərəkətdə olan hər kəs özün bir fərmandeh bilməlidir. Dünənləri bizim Şəhbazi cənabları bir gözəl məqalə yazmışdı. Mən də ona bir qısa cavab kimi yazdım. Məqalə oldu, yaydım da. Deyir ki, mən uşaqlıqdan özümü bir əfsər bilərdim, bir sərləşkər bilərdim ki, bir gün olacağım bu vətəni azad edəyəm. Biz xiyal qurmalıyıq və özümüzü vətənin azadlığı üçün bir fərmandeh, bir rəis cümhur, bir şey görməliyik. Bu düşmənin sözüdür ki, deyir, filan kəslər istəyirlər gələrlər rəis cümhur olar. O tamam istəyirlər gələrlər rəis cümhur olar. Dövlət qurmaq istəyirlər. Sən dövlət qurmursan, biz niyə dövlət qurmuyoruz? Çünki İranlar və Farslar dövlət qurublar, biz dövlətdən danışsaq, desək dövlət qururuq, pisdir. Biz desək ki, mən istəyirəm rəis cümhur olan pisdir. Desək ki, mən istəyirəm vəzir olan, vəziri cəng olan, nə bilim, fərmanda ləşkər olan, ustandar olan, fərmandar olan, hizb quran falan. Bu günahdır. Amma sizin bunlar var, sizə günah deyil, bizə yetişən. Bizim də bir də insanlarımız ki, ağılları azdır və dedim, bunlar brainwash oldu. O qəd deyiblər ki, məsələn, xaricədə oturublar, deyirlər, gəlirlər, burada rəis cümhur olarlar. Tamam, biz istiyoruz rəis cümhur ol vətənimizə. Biz istiyoruz sizi salaq eşiyə və öz vətənimizdə rəis cümhur olaq, vəzir olaq, vəkil olaq, dövlətimiz öz əlimizdə olsun, dövlətimiz sizə verməyəcək şəbiyyətə. Bir də insanlar da o qədər aşağıdır fikirləri, düşüncələri, istəmirəm deyəm, ahmaqdılar. O qədər aşağı brainwash olublar ki, bunu ittiham bilir. İnsaf Əli, Həsən Əli, Hüseyn Əli istəyirlər, bunlar şey ediblər, Amerikada oturublar, istəyirlər, gəlirlər, dövlət olarlar. Ya bunun nə iradı var? Məsələn, İnsaf Əli İranda bir azad hökumət olsaydı, orada dövlət olmayacaqdı, məsələn. Dövlət qurmayacaqdı. Məsələn, deyirəm İnsaf Əli. Hər kəsə misal vursaz. Təbii ki, orada bir azad dövlət olsaydı, bizim hamımız orada çalışacaq ki, vətənimizin nümayəndəsi olaq. Vətənimizi azadlığı üçün çalışaq. Qanuni bir imkan olsa, təbii ki, mən bu günləri qeyd edərəm. Qanuni imkan olsa, orada bu günləri mən qeyd edərəm, deyərəm, referenduma icazə, biz istirik referendumla müstəqil olaq. Amma olmadığı üçün canımızı götürmüşük, qaçmışıq bura, buna görə ki, daha axir canımızı yetişibdir. Bəzi dostlarımız bizdən şücaətlidir. Əli Rıza Fərsi, Lətif Həsəni, Abbas Lisani və yüzləri məndən şücadırlar. Məndən güclüdürlər. Məndən dayanıqlıdırlar. Qalablar çalışırlar. Sağ olsunlar, baş əyirəm. Əllərini öpürəm. Var olsunlar. Amma əgər qanun icazə verirsə və dövlət icazə verirsə, biz onlar orada olarlar, rəhbərimiz bizim. Təbii ki, dövlət qurmağa çalışırlar. Təbii ki, federalizm heç olmasa yaraşmağa çalışırlar. Amma İran dövləti icazə vermir. İcazə verməyəndə çıxacaq eşiyə, siz içəridə danışanmırsınız, istiqlaldan danışanmırsınız, azadlıqdan danışanmırsınız, dövlət qurmaqdan danışanmırsınız. Mənim vəzifəm nədir? Bunları danışmaqdır. Çünki içəridə Abbas Lisaninin, Fərşinin, Lətif Həsəninin, filanların üstündə olan baskı mənim üstündə yoxdur indi. Mən də orada olanda baskı var idi. Mən də orada federalizm adı altında daşırdım, istiqlaldan danışanmırdım. İstiqlaldan danışsaydım, edam elədilər.
Amma mən orada federalizmdən danışırdım. Təbii ki, orada bizim icazəmiz olsaydı, hizb qurardıq. Lətifə Səncir hizb qurdular və getdilər 10 ilə yaxın, ya 10 ildən də çox zindanın çəkdilər hərəsi. Yəni bu pis iş deyil ki. İttifaqən siyasətin ən gözəl işi, məmləkətdə millətə xidmət eləməyin ən gözəl işi dövlət qura biləsən. Dövləti farsların əlinə verməyəcək. İttifaqən bizim dədələrimizin iştibahi ki, mən xiyanətə müttəhəm edirəm keçən nəsillərimizin bir çoxunun. Buna görədir ki, dövlətimizi yıxdılar, verdilər farsların əlinə. Və biz o gündən bu günə brainwash olmuşuq. Beynimizi bizim yıxıyıblar. Biz deyəndə ki, filan kəs istəyir gələ İranda dövlət olar. Biz deyirik, niyə gəlsin dövlət? O niyə gəlsin dövlət olsun? Yəni farslar dövlət olamırlar. Bu anlamı budur. Demir ki, mən dövlət olum, tamam, mən də dövlət ola bilirəm. Ya demir ki, niyə bizim dövlətimiz yoxdur? Biz dövlət olaq. Bu bizim haqqımızdır. Bu Həsənin, Hüseynin, Qasımın, Kazımın, Abbasın, filan Məhəmmədin, Rəsulun haqqıdır ki, gələ dövlət qura. Burada ittihama bənzir. Eyni pantürkizm kimi ki, hər kəs pantürkizmlə ittiham. Pantürkizmlə mən türkün aşıqıyım. Mən türk millətinin aşıqıyım. Mən türk millətinin birliğini istəyirəm, güclüyünü istəyirəm, rifahını istəyirəm, əmniyyətini istəyirəm, iqtisadını istəyirəm, planını istəyirəm, bəhmanını istəyirəm. Bu ittiham deyil ki. Bu mənim məsələn, niyə indi məsələn İranı hamı sevir? Nədir o Firdosinin adına şeir yazıblar? Nə mənə? İran xətərdə olsa sərbəsən təndəhim, heç kəs diri qalmasın. Belə bir şey. Necə ki? Niyə onu oxursan, amma bu iki bir yaxda Azərbaycan dövlət qururam, bu pisdir. Onun üçün bizim tək-təkimiz, Güney Azərbaycanda tək-təkimiz özümüzü bir general görməliyik, özümüzü bir rəis cumhur görməliyik və bu iddiamız olmalıdır. Yəni bu iddia, mən rəis cumhur olacağam. Çünki yəni mən məsuliyyət hiss edirəm millətimin, vətənimin önündə, özümü məsul bilirəm. Onun üçün deməli dövlət quracağam, mən rəis cumhur olacağam, mən vəzir olacağam, mən ərteşbud olacağam, mən filan olacağam, mən bəhman olacağam. Bu biz gərək bura düşaq əslən. Biz gərək xiyal qurmaq əvvəl başaraq. Çünki insanlar xiyal qurmasılar. Baxın, hamımız oğlan qızlı. Bizim hamımız uşaqlığımızda, cavanlığımızda bir nəfərə aşiq olduq. Və onu daimən xiyalımızda qaldıq. Onunla yaşamağı belə, mən onunla nədir evlənəcəyəm. Mənim yadıma gəlir, çox kiçiydim, 13-14 yaşım var idi. Bir dana xanımı söydüm, onunla evlənməyə minlər dəfə məsələn təcrübə eləmişdim, nədir evlənəcəyəm, filan bəhman. Hamımız. Sonra o xiyala gedirsən, çatırsan. Yəni onu o qədər xiyal edirsən ki, hər şeyin, addımın belə tək-bətək addımların, nəfəslərin belə hesab edirsən. İndi mən dövlət qurmağı gərək xiyal eləyəm. Mən burada özümə bir məqam seçəm. Mən burada nəkariyəm. Deməyəm ki, mən bəqqalam, mən nəccaram, mən dəmirçiyəm. Deyək ki, mən millətim üçün özümü nəcür görürəm. Bu millətə mən nə işləyirəm? Mən danıram dostlarımız ki, məsələn, başmaqçıdır. Məsələn, xəyyatdır, dərzidir. Amma onun mövqeyiyyəti bir generaldır. Bəlkə özün general görsədir, bəlkə, amma general işi görür. Güney Azərbaycanda hər kəs gərək özün bir general görə, bir rəis cumhur görə, bir vəzir görə. Deyək ki, mən bu millətə neynəməliyəm? Mən istəyirəm, özdə deyək ki, mən təbiddə dövlət qururam. Çünki İran dövləti icazə vermir. Mən Azərbaycan dövlətini quram, Güney Azərbaycan Türk Cumhuriyyətini qurmaq üçün icazə vermir. Mən təbiddə olan bir dövlət qururam. Zehnində bu dövləti qurmalıdır. İndi bu dövlətin özü hangi qismətində, hangi bölümündə nə üçün sahibi olur, olmalıdır. Deməlidir ki, mənim vəzifəm bu millətə ayırtmaq üçün, bu dövləti qurmaq üçün nədir? Bunun üçün burada deyir ki, bir dana general, bir dana əfsər, bir dana filan, tamam ordunun idarəsi bunun əlindədir və bu özün demir kim? Biz də bu gün demirik ki, Güney Azərbaycan Həsən, Hüseyin, Qasım, Kazım, Məmməd, Rəsul, Əmin. Yox. Deyirik ki, hər kəs özün bir general, bir rəis cumhur, bir vəzir görməlidir. Bir nümayəndə məclis görməlidir. Mən Azərbaycanda neynəməliyəm? Necə ki, Azərbaycanın musiqisini televizyonda bağlayırıq və biz burada özümüzü məsul görmürük və etiraz da eləmirik. Radio televizyonda orada davam edir, hər gün də bizə coç deyir. Qabağını almalı yox. Mən bir məsuliyyət hiss eləməliyim. Dostlar, uzatdım. Mən bunu istədim 2 günə qutaram. Zahirən sabah da hələ bunu oxuyacağam. Buradan qalsın. Yəni 99-cu səfərin ortasından qaldı. Sabahlar bunu danışarıq. Gecəz xeyri qalsın. Sağ qalın, səlamət qalın.